Hörmüz boğazının bağlı olub-olmaması birbaşa taxıl ticarətinə təsir göstərmir. Amma burada nüans nədən ibarətdir? İran müharibəsi enerji qiymətlərini artırır. Enerji qiymətlərini artırır, eyni zamanda kənd təsərrüfatında istifadə olunan gübrənin qiymətini də artırır. Bu baxımdan taxılın yetişdirmə xərclərinin artacağı gözlənilir. İran müharibəsi daşıma xərclərini də artırır və bu baxımdan gələcəkdə taxılın daşıması ilə əlaqədar xərclərin də artacağı gözlənilir. Amma burada qeyd etdiyim məsələlər, yəni taxılla əlaqədar olduğu kimi digər ərzaq məhsulları üçün də uyğundur. Yəni İran müharibəsinin dünyaya gətirdiyi ən böyük belə deyək problem enerji qiymətlərinin artmasıdır. Neft-qaz qiymətlərinin artmasıdır, daşıma xərclərinin artmasıdır və neft-kimya məhsullarının qiymətinin kəskin artmasıdır. Və təbii ki, neft-kimya sənayesi məhsullarını daha çox istifadə edən ərzaq məhsulları maye dəyəri artacaq və qiymətə təsir göstərəcək. Və daşıma xərclərinin artması da bütün məhsulların qiymətinə artırıcı təsir göstərir. Amma bunu spesifik olaraq taxılla əlaqələndirmək yox, digər bütün ərzaq məhsullarında olduğu kimi taxılda da qiymətin bu aspektdə taxılın yetişdirmə xərclərinin artacağı gözləmək olar. Amma qiymətin hərəkətinə gələndə bu məhsuldarlıqdan və məhsul həcmlərindən asılı olan məsələlər də burada rol oynayır. Ola bilsin ki, hansısa xərc artsın, amma məhsuldarlıq həmin dövr üçün daha yaxşı olsun və bu ümumi xərclərin aşağı düşməsini hətta gətirib çıxartsın. Yəni bu baxımdan biz nəyi qeyd edə bilərik? Enerji daşıyıcılarının qiymətinin artması ərzaq məhsullarının yetişdirilmə xərclərini yüksəldir.